Hər kəsi yeni vloqla salamlayıram. Kanalıma xoş gəlmisiniz. Bilirəm ki, hər vloqda bunu sizə xatırladıram, amma siz hələ də mənim kanalıma abunə olmamısınızsa, abunə olmağı unutmayın, çünki bu mənim üçün çox önəmlidir. Bu ilin əsas məqsədlərindən biri də mənim üçün YouTube-da aktiv olmaqdır və bunun üçün də çalışıram ki, sizə maraqlı vloqlar çəkim, maraqlı hekayələr paylaşım və qızlar, artıq bilirsiniz ki, 330 abunəçini keçmişik, il sonuna qədər 1000 olmağı istəyirəm. Mən sizə mağazadan aldığım bu məhsulu göstərim. Bizim süfrə markasına aiddir, pendirli sosdur. Mən ümumiyyətlə kartuşka falan qızardanda, kotlet eləyəndə yanında məsələn ketçupda, belə pendirli sosu falan xoşlayıram. Bunu bizdə ən çox Uğur sevir. Digər növü isə burger sosudur. Bu daha qəşəngdir. Bilmirəm, zövqlər müxtəlif ola bilər, amma mən ən çox burger sosunu sevirəm. Çıxdı. Hardasa bir 10 gün olar ki, mən bu karqonu gözləyirəm. İçində həm mənə aid, həm evə aid, həm də Uğura aid bir neçə əşya var. Uzun müddət idi ki, Temudan sifariş vurmurdum. Ümumiyyətlə, mən YouTube-da vloqlara baxanda Temu bağlamalı və yaxud da Trendyol bağlamalı olan videoları çox sevirəm və istədim ki, öz vloqumda da paylaşım. Bəs siz belə vloqlarda Temu bağlamalarını sevirsiniz? Mən bu botu alanda, səhv eləmirəmsə, 17 manat idi. İndi burada kodunu əlavə eləyəcəm. O kod vasitəsilə axtarış eləyə bilərsiniz. Qızlar, gəlin sizə botumu göstərim. Belə gələcəyini təsəvvür eləmirdim. Çox gözəl görsənir də, həqiqətən. İçi də belə qalındır, qəşəngdir. Ümid edirəm ki, qışı bundan çıxarda biləcəm. Növbəti məhsulu isə əlbəttə ki, Uğur bəyin məhsuludur. Mən artıq neçənci dəfədir Uğur üçün Temudan köynək sifariş verirəm və çox xoşuma gəlir. Qızlar, bunlar üçlü halda idi, set şəklində idi. Boz, ağ, bir də tünd qəhvəyi rəngdə idi. Materialları çox gözəl çıxdı. Mən bunu Uğura bağça üçün geyindirməyə almışam. Çünki bağçada nə qədər dəyişik köynək olsa, o qədər yaxşıdır. Çünki uşaq istər-istəməz qaçır, tərləyir, daha sonra üstünü bulaşdırır. Ona görə də fərqli köynəklər almaq yaxşıdır. Bir də onu qeyd edeyim ki, ağ köynəyi gəzmək üçün saxlayacağam. Növbəti məhsul isə evə aiddir. Mən bunu mətbəx üçün almışam. LED işıqdır. Bunu mətbəx şkafının altından yerləşdirirsən və bu USB ilə işləyir. İstədiyiniz zaman işığı yandırırsınız. Əlverişlidir, istifadə eləmək olar. İndi sizə növbəti kadrda görüntüsünü təqdim edəcəm. Qızlar, baxın, işığı belə düzəltdi şkafların altına. Çox qəşəng qaldı. Elə ki, mətbəxi biraz da işıqlı göstərir. Karandaşlarımı da belə bir qabın içinə yığmışam. Bunu indi qınamayan ki, niyə belə ləkəlidir? Mən bunu təmizləmişdim. Sadəcə bu karandaşlarımın qapaqlarını itirmişəm. Ona görə bunlar belə dəyir bura, buranı ləkələndirir. Gəlin sizə zapasda olan məhsullarımı göstərim. Düzdür, çox məhsulum yoxdur, amma olanları bu qutuya qoymuşam. Deməli, nə var qutumda? Yadınıza gəlirsə, yayda Temudan özüm üçün belə bir 30 broşka dəstə almışdım. Qalanlarını belə yığmışam bu qutuya. Daha sonra belə bir patça almışam. Bunu hələ də istifadə edə bilməmişəm. Gərək axşam istifadə edeyim. Daha sonra belə bir üz maskam var. Və sonuncu dəfə Olivia'dan aldığım belə bir Morphoson saç maskası var. Birini açmışam, istifadədədir. Digər isə burada qalıb, çox qəşəngdir. Saça elə qəşəng qoxu verir və yumşaldır saçı. Və belə bir sponge dəstim var. Onu da qoymuşam, bu qutuda qalsın. Biri istifadədədir. Saçımı yuduqdan sonra Urbanın məndə belə bir yağı var. Bundan istifadə edirəm. Əvvəl Pantineni istifadə elədiyim. O qutardı deyə keçdim Urbana. Bunun da içində az qalıb, gərək yenisi. Rəfiqəmlə görüşmək barəsində danışırıq. Mənə sual verir ki, nə zaman gələcəksən Bakıya? Qızlar, sizə inandırıram ki, axırıncı dəfə Bakıya sentyabr ayında getmişəm. Keçən dəfə yoldaşım dedi ki, yeni il ərəfəsində gəl gedək soyuqlar üstü ürəklərə. Mən isə ilk dəfə idi ki, Bakıya getmək istəmədim. Bakıya getmək istəmirəm. Niyə? Çünki metronun sıxlığı, avtobusun sıxlığı, inanırsınız ki, mənim səbrim çatmır artıq onlara. Sumqayıtda hər şey rahatdır, hər yer yaxındır. Bir avtobusluq yolum var mənim mərkəzə getməyə. Ona görə də uzun müddətdir ki, Bakıya getmirəm və bir də Bakıya yayda gəlməyi düşünürəm. Həm qışdır, ona görə gəzməyi sevmirəm, həm də ki, yayda hər tərəf daha maraqlı olur. Mənə maraqlıdır ki, qızlar, pişirdiyim yeməkləri, hazırladığım şirniyyatları vloqlarımda paylaşım, yoxsa yox. Paylaşmağımın əsas məqsədi odur ki, hər hansı bir xanım üçün fikir olar. Bugün menyumuzda almalı piroq olacaq. Düzdür, əvvəllər bunu eləmişəm. Sadəcə evləndikdən sonra uzun müddətdir ki, şirniyyat hazırlanması olduqca rahat və praktikdir.
Əslində bilmirəm mənim səhvim idi, yoxsa YouTube-da yazılmamışdı. Qabartma tozu əlavə eləməmişdim deyə də şirniyyatım o qədər də çox şişməmişdi. Rəndədən keçirdiyim portaxalın qabığına qarışımın içərisinə əlavə eləyirəm və şirniyyata həqiqətən çox gözəl dad verir. Deməli, mən qazı silərkən Faber-Likin bu yağ çözücü məhsulundan istifadə eləyirəm. Çox razı qalmışam. İndiyə qədər istifadə elədiklərimin bəlkə də ən gözəli budur. Qızlar, səhər yeməyimizi yedik, qabları falan yudum, qaz təmizlədim. İndi isə dedim bir stəkan çay içim, sonra keçəcəm digər işlərimi görməyə. Hamamı yığışdırmağa, güzgüləri silərkən Praxinin bu məhsulundan istifadə eləyirəm. Güzgüdə inanın ki, heç bir ləkə falan saxlanmır, çox qəşəng təmizləyir. Hamamı təmizləyərkən mütləq əlinizə əlcək taxın, çünki kimyəvi maddələr əllərimizi çox pis günə qoyur. Qızlar, nə dərəcədə görünür bilmirəm, amma kabinin elə ki şüşələri çox belə ləkə içindədir. İndi çalışacağam ki, aspiroksla buranı təmizləyim. Neçə aydır ki, hətta bir ildən çoxdur ki, mən bu məhsuldan istifadə eləyirəm. Krantda olan kirəcləri, sonra da kabini çox qəşəng təmizləyir. Seçməyə nəsə bugün balaca bir sırğa taxmaq istəyirəm. Bunları taxacağam. Bunlar mənim yoldaşım almışdı. Çox qəşəng görsənirlər. Xırdadır. Belə xırda sırğaları mən çox sevirəm. Bir dəfə şalvar almışdım özüm üçün. Sadəcə ayaqlarını kəstirmək lazımdır. Bunu götürürəm, aparım, kəstirim. Nəhayət ki, işlərimi bitirib evdən çıxa bildim. Həm şalvar dərziyə aparacağam, həm də ki, bir neçə mağaza gəzmək istəyirəm. Ən çox sevdiyim mağaza olan Oliviyaya gəlmişəm. Deməli qızlar, Oliviya mağazasına gəlmişəm. Belə bir bədən skrabı var. Çox qəşəng görsənir, rəngi falan desən nar tərkiblidir. Qiyməti 11 manat 90 qəpikdir. Daha sonra bədən, daha doğrusu duş gelləri var. Bunlar da 7 manat 49 qəpikdir. Hə qızlar, bir də belə skrab var. Bu da qəşəng görsənir. Qablaşdırılması falan çox qəşəngdir. Deməli, yoldaşım üçün ətr almağa gəlmişəm. Bu ətrin iyi, çox qəşəngdir. Ona görə də bundan götürəcəm. Bir də bu dodaq boyasını bəyəndim. Rəngi falan da çox qəşəngdir. Bayaq Olivia mağazasına girmişdim və Yumi markasına aid olan belə bir misiller su aldım. Təriflədilər, dedilər yaxşıdır, allergik dəri yoxdur məndə. Ona görə istifadə eləyə bilərəm. Əvvəllər isə Garnierin bu misiller suyundan istifadə eləyirdim. Baxın, az qalıb, dedim bu dəfə isə bu markaya yer verim. Qızlar, bu da yoldaşım üçün aldığım ətirdir. Qoxusu çox gözəldir də. Yəni özü də sevdim. Millisi də çoxdur, 100 millidir. Bu iki məhsulum artıq bitir, bebek kremlərim. Mən keçən il bitən məhsulları yığırdım, ilin axırında paylaşırdım. İndi bilmirəm, yenə yığım məhsulları yoxsa yox, bu barədə şərhdə yazsanız sevinərəm. Saatı zərfəyə qoya bildim. Uzun müddət idi ki, bu saatı taxmırdım. Şkafı yığışdıranda gördüm, aha, burada belə bir saat var imiş. Mən bunu kontaktdan almışdım. Qızlar, istəyirəm ki, mən bura Instagramımı da qeyd edeyim. Çoxlu hekayələrə baxmaq istəyirsinizsə, oradan baxa bilərsiniz. Evə gələndən sonra ani bir qərar verdik ki, gedək Xəncəliyək. Daha sonra isə planımız da bowlingə getmək idi. Bunu elə bil ki, aparıb qoyacağım balkona. Bəs qızlar, siz sökdünüz yolkaları, yoxsa elə saxlamısınız? Biz artıq evə gəlmişik. Bayırda dəhşət yağış yağır. Bu da mənim gözəl güllərim.
Qızlar, videomu axıra qədər izlədiyiniz üçün hər birinizə təşəkkür eləyirəm. Yaxşı ki varsınız. Hər birinizi çox istəyirəm.